Bu dimdə isbat suallarından biridir. Deyir, isbat edin ki, A perpendikulyardır, B olsun. Yəni, bunlar 90 dərəcəli bucaq altına kəsişdiyini isbat etmək lazımdır. Bura 45-dirsə, onda burada 45-dir. Bura 95-dirsə, burada 95. Çünki bunlar qarşılıqlı bucaqlardır. Bu da, bunlar da. Və 40-dırsa, onda burada 40-dır. Baxın, belə bir üçbucağa mənə gəlir. Bura 95, bura 40. İndi biz bunu tapmalıyıq. Baxın, buranı. Bunlar da qarşılıqlı bucaqlardır axı. Ondan ötürü alfa qoyuram. Alfa bərabərdir. 180 çıxılsın 90 plus 45. 180 bunların cəmi 135 edir. 180-dən 135 çıxsaq, onda burada 45 edir. Bura olur 45. Baxın, gördünüz, 45. Deməli, burada 90 dərəcə olacaq da. Burada bir beta qoysaq, beta bərabərdir. 180 minus 45 üstə gəl 45. Yəni, 180-dən 90 çıxsaq, 90. Deməli, biz isbat etdik ki, bu B düz xəttidir. Bu da A düz xəttidir. Bunlar 90 dərəcəli bucaq altına kəsişirlər. Bu bucaq oldu 90 dərəcə.